İranda, ikisi Tehranda olmaqla müxtəlif şəhərlərdə saxta erməni soyqırımına ona yaxın abidə uzaldılıb. İki abidə Tehrandadır. Biri Ararat Mədəniyyət kompleksində, digəri isə erməni qəbristanlığında. İsfahan şəhərində Yeni Culfa adlanan ərazidə 2 memorial var. Təbrizdə bir memorial var. Erməni icmasına aid memorial, soyqırıma uzanılan memorial. Urmiya şəhərində bir memorial, Əhvazda bir xatirə abidəsi, Rəst şəhərində bir memorial və digər memoriallar. İranda Xocalı soyqırımına aid bir dənə də olsun abidə və yaxud memorial yoxdur. Üstəlik, İran Xocalı soyqırımını tanımayan ölkələrin sırasındadır. Bunu da deyən yazıcı Murad Köhnəqaladır. İndi bizə deyə bilərsinizmi, bizim dostumuz İran mollalarıdır, yoxsa İsrail? Bunları yazan yazıcı Murad Köhnəqaladır. İsrail və ABŞ-ın İrana hərbi müdaxiləsindən sonra Türkiyə televiziyalarında və xüsusilə də Türkiyəyə bağlı sosial şəbəkə hesablarında Azərbaycan əleyhinə agitasiya aparanlara yazıcı Murad Köhnəqala səslənib. Diqqətlə qulaq asın.